Dinləmi? Ha. Nə vaxt gedib, Zilfinaz anamız nə vaxt gedib ki ora? Zülfər desə 5 gündür oradadır. Ha, həkim nə deyir, həkim? Həkim sabah 29 axırıncı analizini almalıdır. O xərsəngə görə də o əkiblər nə ediblər. Ha. Ondan sonra hələ Coşqun dəyənlərə gəldi, 4 gündür oradaydı. Bugün yenə həkim çağırıldı, bir dənə analizə görə yenə. Bunu ben niyə uzadırlar? Çox uzadırlar. Ona görə deyirəm, bilirsən də nəyə görə deyirəm. Cəmaatdan məndən soruşur, sən özün yaxşı kişisən də, özün bilsən ki, narahatdır. Deyirdilər, nə oldu? Bir ay əməliyyat olunurdu. Mən də ona görə dedim, narahat olma. Əmidən indi yenə zəng edib soruşacağım. Misal Allah'ın olsun, bunun ne kadar prosesleri var. Hala bizi de çağırıblar gerek, biz de geri gitmeye. Bunun ne kadar prosedürü var. Bu nə? Mənə bax, mənə maraqlı nədir? Həkim, qardaş, pul demirdin, 10.000 manat yığıldı. Əməliyyatı ilə geçsin də, bu nə maşın alveridir, ev algı satqısıdır. Bu nədir? Bunlar bak 1400 manat yeni alırdan hala analizler. Ha, onda bunlar ki belə çıxır alverdə işləyir. Bunlar ancaq onu eləyir ki, ha elə şey olar, bu alverdir, bu maşın alveridir, bu nə bilim ev algı satqısıdır. Qardaş 10.000 manat demədi. Yox, ay dayı, 10.000 manat demədin, yığdıq, gətirdik. Demirdin tez bir aya az qalır, belə daldala gedir, ananın vəziyyəti pisləşir. Biz də bunu eləmişik. Və cəmaat da Allaha and olsun. 5 gündür bu da sabah dönenlere yazı uşağı gelip de 4 gündür orada analizlerden geçip bugün yine çağırıp ya bir tane şüpheli var Zopa göre. Zopa'nın ona ne daxlı var dinle. O həkimlə axı biz özümüz danışacaq belə getsək. Bu həkim sən nə ayırmaq istəyirsən? Fikrin nədir? Yazdık arabada 5 gündür bugün 6. gündür hamarlardadır bu o başın üstüne. Ha, bu iş olmadı valla. Aydın əmi, Aydın əmi, bu iş olmadı, başa dönüm. Sən xəstəni incidirsən, narahat eləyirsən, xəstəni sən vəziyyəti ağır ora aparsan, bura aparsan, gələn ayla, gələn həftə analiz ver, bu olmadı ki, onda mən öləcəm də onacaq. Elə şey ola bilməz. Sən həkimlə dəqiq bir dənə danışın, danışam üstə verin, biz danışaq həkimlə. Yo, aynı Coşkun 29 axırıncı anasının 29'u verilecek, ondan sonra təyin olunacaq. Həkim deyib ki, 29'unda analizi gətirəcək. Sizdə günah yoxdur, sizdə günah yoxdur. Günah həkimdədir ki, həkim deyirdi tez gələn, belə elə bu amanatı düzəlt gətir. İndi bugünkü gündə əməliyyat, nə bilim, get analiz olmadı ki, sən deyəmmisən ağsaqqal, bu ana ağır əziyyət çəkir, bu yolu gəlir, gedir, baxı bunun vəziyyəti pisdir. Deyilib, nə qədər deyilib. Onlar da deyir ki, tam müayinədən keçək bilək. Bu maniyə bir ayın ərzində qutarmadı. Orucluq hara? Orucluqdan qabaq qutarmışıq. Ha, bayramdan sonra aprel olmadı ki, həkimə deyən, ay həkim, sən nə qayırsan, bu nə iş görmək istəyən, fikrin nədir sənin? Bir başqa bir fikrin varsa deyə onu da bilək deyən. Yəni bu 29'u axırda o cavab, ən axırıncı cavab. Yaxşı. Aydın əmi, qurban olun, bizə məlumatlandır ki, məndən də soruşurlar. Mən məcburam səninlə danışım, çəkim, paylaşım. Oldu. Sağ ol. Sağ ol. Sabah Coşkun yenə gedəcək, görə Yaxşı. Sağ ol.